İyi vaxtlar əziz seyircilərimiz. Xutbə Muhadara Türkmeniyyədən sizlərə salam və saygılar sunarım. Bugünkü konumuzda kavun. Bundan birkaç hafta önce açıladık karpuzu. Bugün kavun. Baxaq kavunda ne faydaları var? Əbhad ilmiyə görə. Debi kavunda alırsaq, kavunda ümum meyvədə su var. Kavunu alırsaq bir faikadır, yaz meyvəsidir. Debi bunda su var. Aynı vaxtda az bir nisbə şeker maddesi var ve az bir nisbə su'ur harariye var ve potasyum maddesinde büyük bir nisbə var tekvininde. Potasyum maddesi büyük bir nisbə var tekvininde. Ama gelirsek faydasına, kavunun faydasına, birinci faydası insanın cismini sumumdan, fazalattan uzak eder. İnsanın bağırsağını pəklər. Bu birinci. İnsanın cisminde sumum var ise, kəbədində, kanında, onlar da aynen pəklər. İkinci faydasını nəsihət edərik. Yəni şəkər olan insan asır özünü. Çox normaldır. Bəs həddindən fazla almasın. Şəkər olan insan için de çox faydası var kavun. Aynı vaxtda da bir quvvatlı bir məqsədə var. Bunun təkvinində iltihabat için çox faydası var. Və aynı vaxtda da insanın himayə edər cismini saratandan və qəlb işgaletinden. Kavun insanın cismini saratandan uzak eder, himayə edər cismini və qəlb işgaletinden. Və aynı vaxtda da insanın cismini güneşten de o deyək belə darbat şemisdən də o güneş vurur insanın dərisinə. Kavun yersə o dəri tenşit olur, kolajen olur. Güneşin də şovqu çox təsir etməz özünə. Aynı vaxtda ən quvvatlı bir müleyindir. İnsan alırsa özünü, ama her zaman alsın özünü kavunu yeməkdən əvvəl səbbəhlər. Səbbəhlər alırsa bir 4-5 dilim kavun alırsa səbbah yeməkdən əvvəl insanda qəbizlik kalmaz. İndi bizim çox halat var. Xəsarələrimiz halatı qəbizlikdir. Qəbizlik tardan olur? Qələqdən, tefkirdən. Qəbiz olanda insanda qolan peyda olur. İnsanda qəbizlik olsa, qəbizliğin buxarı hara vurar, qəlbə vurar. Baxarsa bir xafakan halat olur səndə. Cicinə vurar, cicin çaxar edər səndə. Aynı vaxt ürəyə vurar, hiss edərsən bir təncilik olur nəfəsində. Və hepsi qəbizliğin qolunun işgaliyyətidir. Kavun ən quvvatlı bir milleyindir. Əhşab-ı tıbbiyyədə bağırsaq pəkləmək üçün və qolun halatı üçün çox faydası var. Amma her zaman alsaq dedik, səbbəhlər 4-5 dilim kavun dilimi yersə, bir saat sonra səbbəhliği edərsə, buna devam edərsə, qəbizlik halatı səndə nihayən qalmaz. Və aynı vaxtda da dedikdə kavunun da suyu aynen kələf nəmək üçün çox faydası var. Nəmək, üzdə ləkə, üzdə xal üçün çox faydası var. Edibsə o kavunu, özünün suyunu çıxart və bir parça çapanda, o bir şeydə, o bir parça dilimə əz, çıxaşıq ortasında krem təkil özünü. Bunu üzü pək yaxar, məsəl elə üzüdə bunu, asıl üzüdə bir saatdən sonra üzüyü yaxarsa, devam edərsə, üzüdə ləkə, üzüdə xal halatları qalmaz. Və aynı vaxtda da kavun dediğimiz halda kanı pəklər, buna qidəmdir. Kavun yemək, kanı pəklər və aynı vaxtda da kilyə içində çox faydası var. Kilyə içində çox faydası var. Aynı vaxtda da əl-mülük üçün, nəqras üçün, əmlah üçün faydası var. Bir də mayasır üçün də çox faydası var. Şimdi bax, indi insan qəbz olsa baxsa mayasır özündə peyda olur. Mayasır hardan peyda olur özündə? Qəbiz sıx çıxmır və nə olur? Məqadın ətrafında kan doyar, kan təxəssür olur. Kan təxəssür olanda bir kərəm nə olur? Məqadın ətrafı şişər, o insanlar olur mayasır peyda olur və işgalət edər özündə. Amma kavunu alırsa, birinci nokta qəbizlik qalmaz, ikinci nokta içində olan maddələr mayasır içində çox faydası var. Üçüncü nokta, qarnı hər vaxt müleyin olur. Müleyin olanda o insan daha zakt etməz özünə, hətta pisliği çıxsın və nə olur burada? İstirahət edər mayasır tərəfindən. Və aynı vaxtda da kavunda ilmiyyən bəzi maddələr var göz üçün. Gözü görmək üçün, gözü quvvat etmək üçün çox faydası var. Xasatan gecələr. Gecələr, yəni insan var bəzi gün batanda görməyə biraz əziyyət olur. Xaصة kavunda olan maddələr insanın gözünü gecələr də quvvatlı edər və aynı vaxtda da zaxt halatı üçün çox faydası var. Çünki potas maddəsi var təkvinində. Kavunda potas maddəsi var təkvinində və bunu aldıqca davamlı səndə zaxt halatı da gün azlaşır. İşi müdərrirdir. Üçüncü, kanı pəşdirir. Dördüncü, kanda yağ koymaz qalsın. Yəni qarpız da, asal qarpız da kolesterol üçün iyidir. Qarpız da görüntüləti üçün idin işi,
Kiliye bir neşat verir. Neşat olanda kiliye ne olur? Kiliye peşleni ve peşlenende ne olur özünde o insanda zaxt halatı kalmaz. Zaxt hardan olur? Şor yeməkdən, yağlı yeməkdən, dediyimiz halda yağ içində yığışı zaxt qalxar. Zaxt qalxanda vaxtı işğalət edər. Və burada qavun zaxt içində çox faydası var. Və bəzi konular var, qavun üstə favaidi çox. Xaصən qavunun o qabığı da edə bilirsən. Qavunun qabığını kibədənən bəşlədi. O qabığını edə bilirsən, dismudə, ləkə var isə, orası dismuğa kamilətən məsəc edəsən, məsəc etdi. Doğru sende o tanışıt olur o deri, sende o lekede kalmaz. Bir de dediğimiz halde gelişme halatı içinde kavun çok faydası var. Ama şimdi burada çok var bizden sonra nasıl kavun? Bir kavun hepsi birdi. Kavun hepsi birdi. Favaidi olan içinde ilmiyen hepsi birdi. Bas kalır kavunun nev'iyatı o çok. İşgaleti yoktu onda. Mühim bizde kavun favaidi baharatlar çoktu. Bir de mühim insanın cismini sumumdan peşler. Sumum insanın cisminde olanda çox işgalətlər olur. Sumum nədir? Zehirdir. Zehir hardan gəlir bizə? Havadan. Yediğimiz yeməklərin çoxu kimyavidir. Kimyavi nə olur? Məsələn, meyvədir, o bir səbzədir, o bir yemək yeriq. Kimyavi yolu ilə ziraatına vurublar. Və bir hətmən bir nisbə qalı içində. Fəsən o meyvəni yəndə yavaş cismində yığışı sumum. Sumum olanda əgər kiliyə quvvaltı isə sumum səndə qalmaz. Qəbədi quvvaltı isə sumum səndə qalmaz. Bu qavun yardım edər. Canlıda olan sumum kalmasın. Zehir cisminden kalmasın. Ve zehir cisminden çıkanda cismide bir mena'a olur. Mena'a olanda bir hastalık cismiye girebilmez. Ve kavunun çoğu dini var kavun yemez. Sonra özünden kavundan yok kavun meyve hiç yemez. İşte anladırız mesela bazı konular var deriz bir hasta gelinde yanımızda filan şeye hayatını ağzıma koymamışım. Kavun yani kavunun zararı hiç yoktu faydası sana çoktu. Yani karpuz zararı hiç yoktu, faydası sana çoxdur. Umum meyvenin zararı yoktur, faydası var. Və gələ insan bir meyveləri təqib etsin, faydası nədir? O faydasına görə yesin özün, hətta cismində işgalət bir onu olmasın. Təbii bizdə çox məsələlər də bizə ulaşır, bizimizdə halatı üçün. Çox məsələlər mənə ulaşır, bizimizdə misrəm zəif olur. Ramazandan çıxdıq, indiyə qədər cismim əndir. O insanlara ki nəsihət edərəm və bəzi insanların da məktubuna cavab verə bilməmişəm çünki tərif olunmayıb. Tərif olunsa çox önəmlidir. Məsələn, bir mesaj yazsan, ömrü yaşı məsələn, erkəkdir, qadındır. Təbii eləclərin də bəzi halatda qadın eləcə məsələn işğalət olur, erkək eləcə işğalət olur. Hətta ki, muvaffiq olunsun, hətta eləc açıqlayıq özləri üçün. Və tərif olunanda o kimin hər hangi mesaja, əgər Messengerdə, əgər WhatsAppda cavab verməmişsəm sorusunu tərif etsin. Təbii bizimizdə əlacı böyük bir müşkilədir. Necə özü səmiyyətin yemək yolu ilə, bir də özü zəif elə yemək yolu ilə. Yağlı yemək, ekmek yemək, pirinç yemək. Bu üç maddədən özü uzaq etsə, deməli bir şeydən yemək, özü biraz məqayyət olsa, o baladan uzaq etsə özü, şirindən biraz uzaq etsə özü, riyaza olsa, səbzəyə quvvatı olsun, zarataya quvvatı vercindən, gün cismi ənər. Səbət təxəsə 4 bardaq eliq su iç, gündə bir saat yerimək, səndə cismi yavaş ənər. Çoxu indi alıb, bir konu alıb, istəyir, elə zasırlarsan bir həftədə 10 kilondirsin, yoxdur belə bir şey. Bir həftədə 10 kilondirmək çox zərərlidir. Tədriciyən özü andırırsa, faydası çoxdur. Əməl seyri, yəni özü andırırsa, zərəri sənə çoxdur. Və çox sorularımız da var, cavab vermiş özlərinə. Hər hangi soruya da cavab verməmişsəm, sorusunu tərif etsin, hətta ki, onlara da cavab verəğin. Demək, burada qavundan uzaq olmayağın, qavunun faydası çoxdur. Gündə bir 2 dilim qavun yersə, xasətən səbbəhlər. Ümum insanın %95 insanların qəbizliği var. Bu qoy qavunu bir həftə etsin davam, bu qəbizlik halatı içində qalmaz. Cisminin sumumu da çıxar, əməsi pəşləni, o bir işqaləti də qalmaz. Son olaraq proqramın sonuna gəlmədən həftə boyu telefonumuz açıqdır. Əgər sorunuz olsa, telefon nömrəsi də görünür. O telefona açarsanız bizlərdən gəldiyi yardım edə bilirik sizə. Təbii buradan tüm xəstələrimizə Cenab-ı Hak'tan dilerik şifa. Efendimizin üzü hürmeti xatiri için sizlere de sıhhat ve saadet dilerim. Gelecek hafta inşallah ayrı bir meyveyle karşınızda olacağız. Mutlu olun, mutlu kalın.